Herkesin borç kazancının yarısı mənim deyil, hamısı mənimdir. Sadece yarısını alıp Allah vereceği mənə herkesten. Vermək istəməyən başına döyə. Yerde kalan yarısını da o da mənimdir. Sadece bu dünyada mən görmək istədiyim şəraiti qurmaq üçün sizin özünüzə xaçladacaq Allah Teala onu. Mən işləməyim deyə. Sadece bir kəlmə göstərişimlə, bir kəlmə sözümlə mənim o sizdə qalan var dövlətimin qalanını mən görmək istədiyim həyata çevirir. Allah Teala cənnəti burada sizin öz əlinizlə qurduracaq. Yani bu söhbətim də yerdə qalan bəzilərinə dərs olsun ki, mənim birinci videomun altında söyüş yazan, ağlına gələnləri yazanlar bilsinlər ki, bu vaxta qədər topladığınız günahların üstünə 5 qat da qoyub Allah'a hesab verirsiniz. Mənim ünvanıma bir kəlmə xoşa gəlməz söz dediyinizə görə. Bəzi vicdansız, qeyrətsiz vicdanının namusunu bir sigaretə 100 qram arağa satan şərəfsizlərə də deyirəm ki, mən ya dəliyəm sizin düşüncünüzə görə, ya da Allah'ın seçtiği kula. Bu ikisinin biriyəm da. Dəliyə baş koşmağa nə haqqın var söyüş söyürsən, Allah'ın seçtiği kula baş koşmağa nə haqqın var söyüş söyürsən. Bu ikisinin biriyəm mən. Hansına haqqın var söyüş söyməyə? Bu belə başda oturup belə azgınların hesabına yaltaqlananlar, özlərini bunların hesabına yetim yesirin fağır fuaran malın dövlətin söküp yiyip özünə akula deyənlərə də deyirəm ki, birinci videomda yaxşı baxın videoma formama sinəmdən Allah Teala boynumdan asan o akula işarəsini mənim boynuma asıb Allah Teala. Allah Teala bundan sizə bildirir ki, akula yetim yesirin malın dövlətin, qammazın malın dövlətin soğurup yiyip, qızışıp, qudurup akula olmaq deyil. Akula zəhmətlə olur, onu da mən seçirəm. Boynumda o göy balığıyla quyruğu, o deməkdir ki, bu mən, Allah Teala deyir ki, bundan böyle akula yoxdur, bu göy balığınadır. Bunu mən adın göy balığına koymuşam. Bu mənim halal qulumdur. Mən Allah Teala şeir də verib orada. Qulluqda halal qulu, suda göy balığınası. Dağda düzdə aslanı, səmada qartalıyam. Düşünməyin ki, təkəm heç kimim, heç neyim yox. Yoxdan hər şey yaradan o Allah'ın quluyam. Qarın aç, gözlərim tox, şükürlə doluyam. Mən o Allah'ın quluyam. Həmin o Allah'ın quluyam mən. Allah Teala da deyir ki, mən buna verdiğim akullalığın qabağında, o özün akulla yetim yesirin haqqını yiyip özün akulla hesab edənlər. İndi bilin ki, mən bu akullamın qarşısında söz, mən sudan çıxardıb quruya attığım bir kilkə söz. Kilkə balığı bu boyda. Mən akullamın qabağında siz özünüz akulla hesab edənlər. Sudan mən çıxardıb quruya attığım bir kilkə söz bunun qarşısında. İndi baxın görək sizin nə qədər müddətiniz qalıb, əlinizdən nə gəlir bu balıqla mənim akullamın qabağında siz həmən o kilkə söz. Fərqinizə baxın. Siz eşitmişsiniz ki, Allah kulu Bismillahla, Enzubillahla zadla danışır, mən onlardan deyiləm. Mən kimin qarşısında nə tər durmaq lazımsa Allah'ın o quluyam. Varsa hünəri kiminsə gəlsin dursun qabağımda desin ki, mən səndən nerəsə üstünəm. Varsa gəlsin desin. Varsa gəlsin sözümü kəssin. Varsa gəlsin məni özünə tabi eyləsin. Mənim arxamda Allah durub, mən Allah'ın dediyini deyirəm. Dünyaya mesajımdır bu. Allah'ın sözlərini dedim. Xudahafiz.